Goranboy rayon icra hakimiyyətinin başçısı Məhərrəm Quliyevin Rəhimli kəndində keçirilən səyyar qəbulundan video xülasə. Qəbulda rayonun hüquq-mühafizə orqanlarının, idarə müəssisə və təşkilatların rəhbərləri iştirak etdilər. Qəbulda öncə möhtərəm prezidentimiz Cənab İlham Əliyevin həyata keçirdiyi hərtərəfli strategiyanın, dövlətimizin təhlükəsizliyinin təminatı, sosial-iqtisadi inkişafının daha da yaxşılaşdırılması istiqamətində görülən işlərin əhali arasında təbliği məqsədi ilə icra başçısı tərəfindən geniş məzmunlu məruzə edildi. Sonra kənd sakinlərinin müraciətləri dinlənildi. Hörmətli, sevimli kənd sakinləri, hamınızı xoş gördük. Biz bugün Qavalda təsdiq olunmuş qrafika əsasında sizinlə görüşə gəlmişik. Bir dənə bizim bu baş axlarımız var, müəllim. Orada, baxın, sabahın sularımız gəlsə, biraz biz əziyyət çəkəcəyik, orada işləmələr lazımdır. Bu, hansı ki, bu artsanın xətti gedir, ha. Buradan ağaçlar hamısı qalxır, o qurur qoruyuculara. Tez-tez elə bir orada işin içində problemlər yaranır. Onu da biz nəsə eləyə bilirik. Bu artizanlara limit qoyulur. Bizim bələdiyyənin yanındakı artizanda bir dənə artizana 70 məhlə baxır. Bu 70 məhləni də suvarmaq üçün nə qədər vaxt lazımdır, çatmır su. Ona görə də bu limiti xahiş edirəm. Bəlkə də ləğv eləyərlər. Aslında bu kəndin başındadır. Bu dəqiqənin özündə bir damcı suyumuz yoxdur. Başımız oldu ki, kənd küçələrin arasında olan ağaçların elektrik navillərinə dəyib, onların kəsilməsində bir kömək göstərsiniz. Bələdiyyədən aşağıki küçədə bir aşağımız var, buranın məhdum evində. O 40 ildir vurmuşdur. O kəpkin verir, biraz su çıxmır. Yəni onu ya bərpa eləmək, ya yumaq. Yeni yaşayış məntəqəsində bu transformator stasiyasında qırmızı dəyər. Bu toxudan əlaqədar qarmaq gündədir. Stompalar, naqillər çoxdur, ağaçlar qırılmalıdır, qatır dəyər, toxlara İcra başçısı qəbulda edilən müraciətlərin həll olunması üçün aidiyyəti məsul şəxslərə müvafiq tapşırıq və tövsiyələrini bildirərək məsələlərin icrasını nəzarətə götürdü. Sakinlər ötən qəbullarda səsləndirilən müraciətlərin həll olunmasına göstərilən yüksək diqqət və qayğıya görə ölkə rəhbərliyinin minnətdarlıqlarını bildirdilər. İcra başçısı qəbuldan sonra şəhid Məmmədov İbrahim Nadiroğlu'nun anası Svetlana xanım ilə görüşdü, onun qayğıları ilə maraqlandı.